Ama o da məlumdur ki, bu saat Putinin Valday, Putinin Kreml'deki kabineti, o toplantıların keçirildiği Sovyet dövründə buna Kremlin Qurultaylar Sarayı deyirdiler. Həmin zadların hamısı raketlərin zərbə qüvvəsi altındadır. Bunları vurub sıradan çıxarsa, mənə qalsa, mən dini məbədin dağıdılmasının tərəfdarı deyirəm. Qurultaylar Sarayı dağılsa, Valdayı dağılsa, düz o Valdayın altında bunker var. O bunkerə çata biləcək döyüş silahları hələ Ukraynada demək olar ki, yoxdur. Amma Amerikada yerin 8-9 kilometrlərinə qədər işləyən, yəni gedən aviasiya bombaları var. Bu bomba o bunkerin yolunu tamamilə darmadağın edəndən sonra ora girib çıxmaq demək olar ki, mümkünsüz olacaq. Və Ukraynada bu variantda işlənib hazırlanır. Amerika həmin yerin dərinliyinə, təkənə işləyən aviabombaları göndərməyə başlayıbdır. Yəni Çin olsun, o birisi olsun, bu birisi olsun, bunlar özlərinə dərs götürməlidirlər ki, indiyənə qədər saman altından su yeridib, müxtəlif hiləgər planları həyata keçirbilər. İndi Rusiyanın tamamilə əlini qaldırıb təslim olmasına, kapitulyasiya olmasına elə də bir neçə gün qalıbdır. Bu ayın axırlarına qədər biz kapitulyasiyanı görə biləcəyik. Putinin axırı necə olacaq, onun haqqında bir neçə variant var. Deyirlər, ya onu saray daxilindəki intriqalar, çəkişmələr nəticəsində öldürəcəklər, yerinə adam seçəcəklər və yaxud da ki, Putini tutub Haqa məhkəməsinə verəcəklər. Onun haqqında Haqa prokurorluğunun orderi var. Onun icrası istiqamətində işləri görəcəklər və sözün əsl mənasında Putinin də taleyi həll edilmiş kimi görünür. Ondan sonrasına indi Rusiyada tamamilə başqa bir proses başlayacaq. Bu proses ondan ibarətdir ki, Rusiyada bil taxıl əkilməyib, Rusiyada bil taxıl biçilməyib, Rusiya əhalisinin qarnını doydurmaq üçün xaricdən taxıl almalıdır. Necə alacaq onu mən bilmirəm. Rusiya, belə deyək, kənd təsərrüfatı Ermənistandan xeyli miqdarlar faraş tərəvəz alırdı. Onu da qadağan edibdir. Türkiyədən indi alır müəyyən qədər. Deyir, onu da qadağan eləmək istəyir. Siz indiki Putinlə təxminən müharibənin başlanmasından bir neçə gün keçmiş Putini götürün müqayisə edin. Görün nə qədər fərq var. Qocalmış, bürüşmüş, ondan sonrasına tamamilə üzündən hüzün yağan, qorxu yağan və necə deyirlər, sınıxmış da deyə bilərik, sınıxmış və qorxu içində titrəyən bir adamla o zaman təkəbbürlə belə sinəsini qabağa verib gecən tez-tez güləşə gedən, nə bilim, baxırdın ki, kimlərisə qolunu qatlayıb yıxır və s. yıxılırdılar da bunlar. Bu adamın bugünkü, Rusiyanın bugünkü vəziyyətini əyani surətdə göstərir. Bu adam ölü can verən bir qəfəsdir.
Onun o zad vaxtları, bura-bura deyən vaxtları, hamıya dirsək göstərən vaxtları artıq keçmişdə qaldı. Keçmişdə qaldı. Bunun özünü mən çox istərdim ki, bu salamat qalsın, ölməsin. Mən çox istərdim ki, bunu tutub Miloševiç kimi Haqa məhkəməsinə versinlər. Bir neçə gün Haqa məhkəməsinin həbsxanasında, zirzəmisində yatsın. Orada Miloševiçin ürəyi partladı, öldü. Bu adamın ürəyi görək nə qədər ağır hüsumətlərə, ağır zərbələrə dözə biləcəkdir. Hər şeyin axırı. Hər şeyin axırı. Gəlib su axar, çuxurunu tapar. Putinin də suyu axdı, çuxuruna yaxınlaşmaqdadır. Təşəkkür edirik bu ifadələrə, fikirlərə və geniş izaha görə indiki hadisələrlə üstə düşən və bir-birini tamamlayacaq mənzərədir. Putinin düşdüyü hal, Rusiyanın gətirdiyi indiki durum və əslində bir siyasi prosesin, siyasi dövrün və bu cür davam edən hadisələrin sonu əslində necə olmalıdır? Haqq ədalət gec-ki mütləq öz yerini tapır və bunun gecə tezi var. Bu proseslər də bir yerə qədər davam edə bilər. Necə ki, uzun illər bizim torpaqlarımızı da işğalda saxlamağa çalışdılar. Vaxt vardı, biz Xankəndidə Putinin portretlərini görürdük. Suriyada Putinin portretlərini görürdük. Və başqa şeylər görürdük. Çox şeylər göstərməyə çalışırlar, amma indi artıq onların hiçbirini görmürük. İndi bugün də Ukrayna gördükləri var və dünyaya göstərilən var. Bir gün gələcək, indi bu vəziyyət də necə ki, Rusiya tamamən Qarabağdan çıxmaq, separatçı rejimi nəzərdə tuturuq daha çox orada Rusiya deyəndə. Çünki oraları ayaqda tutan Vardanyanları, Arayikləri və digərləri, Rusiyanın hərbi kontingenti və s. Bunlar hamısının arxasında dayanan Putin hakimiyyəti idi. Onun portretləri Suriyadakı ordu Wagnerin dəstəsi idi. Wagnerdən sonra başqaları, digərləri indiyə qədər bu işləri görürdülər. Amma bugün Suriya müstəqil, az-çox müstəqil siyasət yürüdür. Əsəd dönəmi sona çatıb. Yəni Rusiya olmayan yerdə bugün azadlıq var. Rusiya olmayan yerdə bugün rahatlıq var, sərbəstlik var, firavanlıq var. Bunu da bütün dünya da görür. Həm də Azərbaycan olaraq biz bu prosesləri sübut etdik ki, Rusiyanın olduğu vaxtlarda, separatçı rejimi Qarabağda dəstəklədiyi vaxtlarda Xankəndidə vəziyyət necə idi? Bir daşın üzərində qalmamışdı. Bugün həmin o Qarabağ ərazisi cənnətə çevrilir. Sözün həqiqi mənasında orada həyat qaynayır, yaşam qayıdır, tamam başqa bir həyat hökm sürməkdədir və bunun 3-4 ilə baş verməsi, 3-4 ilə bunun həyata keçməsi isə möcüzəyə bərabərdir. Dünya tarixində bəlkə də uzun illər danışılacaq, izah ediləcək və hələ də bizim onu dərk edə bilmədiyimiz orada böyük mənalar var. Hansı ki biz bu dövrü yaşadıq və hələ də davam edən proseslərdə biz bunu görürük. Yəni gözümüzü qarşısına gətirək. Rusiyanın olduğu vaxtlar, Rusiyanın əvvəlki Rusiya olduğu vaxtlarda durum necə idi, hansı proseslər baş verdi və indi necədir? Bu gedişat çox önəmlidir. Amma o demək deyil ki, biz rahatlaşmalıyıq, arxayınlaşmalıyıq ki, hər şey artıq bitib. Çətinlik hələ də qalır və Rusiya təhdidlər yenə də üz-üzəyir. Rusiya nə qədər zəif olsa da o vəhşi, imperialist düşüncə və xislət heç də azalmayıb. Çünki hər bir dövr sona çatanda, hər bir imperiyalar süquta uğramaq ərəfəsində istər-istəməz sağa-sola hücum edirlər. Öz varlığını, öz belə deyək, son nəfəsini, son çırpıntılarını edəndə biz bunu görürük, yaşayırıq. Bugün də həmin dövrdən Ukrayna keçir. Ona görə imperiya son çırpıntılarını verdikdən burada insanları qətl edir, vəhşilik edir, öldürür. Bunun başqa yolu yoxdur.